Ay Emin, eşitirsən məni? İşidirəm. Vaxtımız yoxdur elə. Mən telefonu qoya bilmədim. Uşaqlar başım bir qapdı. Özüm də mənim arxasında tez gəlin dolar. Davaya elektroşokla gəlir, indi durub bariqan bagajında gizlənir. O s***. Çatdım, çıx. Al, sən kimsən? Düş aşağı. Ezan tut bunu. Saxla. Bir dəqiqə qardaş, başa salacağım da vəziyyət. Qardaş, başa salırsan. Al yox, şuradan bir dəqiqə gəl. Gir içəri. Gecikdik. Qardaş da bir dəqiqə buraxın, valla vəziyyəti izah edəcəm. Yavaş yavaş oğlum, yavaş yavaş qardaş, yavaş ölmüşsünüz. Yavaş. Qaçmıram ki. Qaçmıram, heç şeydə qaçmıram, kişi. Tartışdırmıyım. Neçə nəfər idilər? Emin'i aparanlar 2 nəfər idi, amma içəridə bilmirəm neçə nəfər var. Yaxşı, neyniyəcək indi bəs? Bilmirəm, amma necəsə Emin'i içərdən çıxartmaq lazımdır. Axtarın onun üstün. Telefonu tapın verin mənə. Telefon yox, təncəm var. Bakma bu da akümülatörünün permiskası olar ha arada. Sumkalar nerededir? Maşında. Rahap. Git maşından sumkaları götür gel. Siz de bunu bağlayın oraya. Bunun burada ne işi var ya? Belki baka çıkacak bir söhbət. Səsini çıxarsan boğazını kəsəcəm. Sakit sualıma cavab versən. İçəridəki uşağı nə sələmisiniz? Yox, mən heç kimi tanımıram. Heç kimi heç nə eləməmişəm. Sən burada nə görsən lan? Sən gördüyün işi gör. Sən demədin sakit. Demədin? Evində qaldığın oğlanı tanımırsan sən? Mən nə bilim, boğazıma bıçaq dirəyən sənsən. Bir dəqiqə yala. Sən bura mənə görə gəlməmisənsə, niyə gəlmirsən? Necə gəlmirsən? Polis Emin içəridə nə gəzir? Səninlə işimiz yoxdur. İşimiz içəridəkilərləndir. Sən də bizi kömək eləyəcəksən, eşitdin məni. Ha, niyə kömək eləyim mən sizə?
Çünki bir dəfə mən, bir dəfə də Fərid səni öldürməmişik. Bundan gözəl yaxşılıq Bura bir söz aradı. Hamımızı öldürərlər. bunlarla işləyirsən sən. Kuryersən? Ha? Yaxşı. Sana başa düşdüm. Fərid, sən də girmirsən necə bu işlərə? Sən axırda kimin əlində qalacaqsan? Bəs mən də ona görə deyirəm də. Niyə kömək eləyim mən sizə? Buna görə? Yox. Düzgün cavab Eminə görədir. O da ki, maksimum Emini buradan çıxarmağımıza kömək eləyərəm. Necə eləyəcəksən? Birazdan içəridəkilər mal paylamağa çıxacaqlar. Mən də onlarla gedəcəm. Onu da yəqin əlini ayağını bağlayıb içəridə saxlayarlar. Mən çıxanda qapını açıq qoyarım. Siz də həmin moment girib Emini içəridən çıxardarsınız. Amma baxın ha, bu söhbət məndən bilinməsin. Rauf, güvənəyi sənə. Bu mən sizə görə eləmirəm. Eminə görə eləyirəm. Emin mənə çox kömək eləyib. Mən də indi sizə eləyirəm. Amma 2 dənə şərtim var. İndi də şərt qoşursan biz o. Aramızdakı düşmənçiliyi bitiririk. Burada niyə gəlmişsiniz, içəridə nə oldu, nə olmadı, hamısını gəlib mənə bir danışırsınız. Danışdıq? Yaxşı. Neyse, mən girim içəri sumkaları aparım, şübhələnməsinlər. Güvənirsən buna? Prosta başqa şansımız yoxdur, neyini? Gediyəm yox, bizdə gəl. Demirsən ki. Neynək? Demə. Amma ara yerdə rasxoda sən gedirsən biləsən. Ay bədbax səni bura göndərənin heç qozuna deyil, sən ölmüsən, qalmısan. Denən bıraxım sən yaxanı, yapışım onun yaxasından da. Aya uğraş, cavansın. Yazıqsa. Zeze. Onu göndərənlər aşağıdadır. Nə dedi indi? Nə vaxt çıxırlar buradan? Vaxtı məhdəddir, birazdan çıxacaq. Nəsə eləyərlər Eminə içəridə birdən. Biz fikirləri çıxardı ağlından, yoxsa yaxşı işini eləyə bilməyəcəyik. Gör, neçə dəqiqə gözləyirik bunları. Fərid. Hı? Biz indi buradayıq, amma bilmirik də nə olacaq. Ona görə istəyirəm sənə bir şey deyim. Səhərdən motivatorluq eləyirsən, indi də belə danışırsan. Çox qərib adamsan sən.
Fidan qayıtmasaydı axırıncı planım səni Ziyanın gözünün qabağında öldürmək idi. Bil istədim. Mən bilsəm ki, Aysel qayıdacaq, heç fikirləşmədən səni öldürərəm. Mən qardaşam, narahat olma. Fərid, sən qal burada. Gələn gedən olsa mənə xəbər elə. Mən Emini götürüb çıxıram. Yox. Kimsən Həsən? Bu da barikadır. Düz deyil. Rauf, o deyirlər hər cür uğraş görmüşdüm. O hər cür uğraş sənsən ba. Yalandır bu şakal. Bəs yaxşı, burada nə gəzirsən? Buranı nətər tapmışsın? Biz bu axtarırdıq, gəldik burada tapdıq. Biraz xodundan hələ, qanacağın olsun, ya. Sən vermişsən adresini. Mən adresi vermişəmsə, niyə Namiqin maşının bagajında gəlib bura? Ha? Vallahi mən verməmişəm. Bunu tanımıram, bunları heç sanmıram. Rauf Eminlə bir evdə qalır. Mən də bunu axtarırdım. Uşaqlar burası kömək eləmək istədi. Bundan bir günah yoxdur, bırax geçsinlər. Biz seninlə ikimiz söhbət edəyik. Bunları açın, buraxım, səndən ikimiz qalaq söhbət edəyirəm. Çox ağıllısan, necə? Özüm bilərəm, mən. Kimi bıraxaram, kimi saxlayaram. Olsun, basma, düzün yer görüm burada nə gəlsən, buranı hardan tapırsan? Budur da, bütün gün evdə danışır. Ay 12-si 13-ü mal qoyuruq, İranla belə elədik, qəbirsanlığa meşəliyə mal paylayırıq. Biz də gedib həmən yerlərdə dayandıq.
hərəmiz ayrı-ayrı yerlərdə. Ürəyin üzülməsin sən. Sən özünün aqrısıya salma. Nə deyir o? Gələcəyimiz yerlərdə dayanırıq. Bəxtdən sınadan mən olduğum yerə gəldi. Bilmədim neyini. Mindim bagaja elə gəlmişəm. Bu uğraşın bir qızın ölümündə əli var. Ona görə bunu axtarırdıq. Ha, bu yerdə tutmuşdunuz da məni. Hərəkətinizi eləyərdiniz da la. Çöldə mənə deyirlər ki, sənə görə gəlməmişik. Bizim işimiz içərdəkilərləndir. Bütün malları oğrayacaq. Emin içəridəydi deyə belə dedik. Emini içərdən çıxardandan sonra bu ilə öz söhbətimizi eləyəcəkdik biz. Zezə yalan deyir bu. Sən kim deyib ala mən buradayım? Ha? Cavab ver da la. Bu cəngorozu barikadır. Malları oğramağa gəliblər bura. Yalancı qoyma. Ula belə. Yaxşı, həyəcandan, yaxşı. Qoyana deyirsən öyle. Namik. Rafı da bağla bunların yanına. Ha, mən niyə? Çox içinə. Ha, mən istələməmişəm. Anne gözünü döyürsən demirəm bağlayın ora. Elca, Hala bir dəqiqə. Gəl bir də dəqiqə. ora. Hala bir dəqiqə. əldən iti olun biraz, səhər açıldı. Zezə düz eləmirsən Zezə. Ha, mən səni qarşı səf eləmərəm. Ha, biz bir yerdə işləyirik. Ha, mənim bir günahım yoxdur. Elca. Rafın yerinə Namiklə sən çıxırsın. Zezə düz eləmirsən. Allah haqqımı heç eləməmişəm. Mən səni qarşı səf eləmərəm Zezə. İranlı gələcək. Düzü, səhvi. Hamısı sizə başa salacaq. Hamısı. Sən, elə hamınız. Siz elə bir poxun içindəsiz ki, axırı çox pis qutaracaq. Biləsiz. Öz qazdığın quyuya düşdü nə? Ha, Emi. Sənəndir. Ay, günah məndədir ki, sənə kimi qanlı evimi açmışam. Ha, ziyan yanında cırığa qoyanda fikirləşərdin. Nəyə belə şeylər olacaq? Ha, bu uşaqda olan kişiliyin bir faiz səndə olsaydı bu eliyi biz eləməzdin. Amma hansı yaxşı hərəkətimizə görə kömək eləməliydim sizə? İmkan vermədinizdən öldürün bu Hala bir dənə barika, bir dənə də batısından xəbərsiz peltəy yobana düşmüşsünüz üstümə. Özün sənə. Of. Səni başımı bir eləməsəm ha. Məndən pis adam yoxdur da. Ha, eləməyən də. Gəl də la. Alalım buz gəlin. Kişi söz alasınız. Ha, mənim işin olmayacaq, Qoy İranlı gəlsin. Hər şeyi açıb danışacağım. Sizə inanmayacaq ki, mən inanacaq. Gözləyin. Hə, biz ölsək, sənə heç kim inanmayacaq. Ona görə də çox çuva orada. Hala soxmuram. Bana zor eləyirəm. İt kimi ölüb gedəcəksə. Rauf, bir dənə bu vəziyyətdən çıxaq. Var yoxu deyirəm səni mən öldürəcəm. Görərsən. Görmürsən, nə gəlirəm, qapını niyə bağlayırsan? Bunlar hələ indi gəlib çıxırlar. Siz hələ indi gəlib çıxırsınız? Qaydanda yolda yemək yedik. Siz yemək də yeyə bilirsiniz. Hətta qabağıma yemək yeyin.
Rauf hanı? Hı? Hanı Rauf? Bilmirəm, mən də sənin kimi indi gəlməyim. Sizin bağladığınız adam bundan artıq olmayacaq ki. Bıçağı var idi üstündə. Açdıq onu rahat-rahat deyə o qapıdan çıxdı getdi. Hara? İrana. Mən nə bilim hara. Sənin başın ged. Taparıq. Tabarıq nədir? Ağzınla çıxarıq. Tapsaz biraz bizə də verərsiniz. Əmi, qoy bunu... Sən məni tanıyırsan ki, belə danışırsan? Tanımalıyam ki, Məsləhət görməzdim. Amma mən səni tanıyıram. Eşitdim day işləmirsən. Adəm. Əgər mal satmırsansa, burada nə işin var? Nədir? İndi də polisə işləyirsən? Ha? sən məni hardan tanıyırsan? Mən sənin yaşın qədər türmədə oturmuşam. Var haqqında. Əmi! Rauf. Ana soxmuram. Bana zor eləyirəm. İt kimi ölüb gedəcəksə. Rauf, bir dənə bu vəziyyətdən çıxaq. Var yoxu deyirəm səni mən öldürəcəm. Görərsən. Ana öldürməyən də deyəcəm indi hər bir şeyini. Birisi pəltə bax, məni öldürürdü. Sizin nəslinizdən kişi çıxıb ala məni öldürəsiniz. Danışırsınız elə. Sox çivala. Yatsam yuxuma girməz ki, sizi görəcəyimə belə sevinəcəm. Biz gözləyən yaxşısı. Və keçərimizi qana bulamadıq. Uşaqlar, səhvdir də eləmişəm, nə olar? Mənim də qollarım açın da. Əsəb olmuşam da, indi mənə burada niyə saxlayırsınız tək qalın burada? Olub da, keçib də, qurban olaram sizə. Qafar. Ay Qafar, Fərid. Açın da, nə olar, saxlamayın məni burada. Sən poxvu yey. Nə qədər ki qayıtmayıblar. Götürəməyək də çıxaq bana. Siz gedin uşaqlar. Mən qalıram. Özün bilərsən. Götür Rafı çıxaq. Fərid sən də gəl. Yox. Mən qalıram. Mən də. Mən gələrəm dostlar sizinlə. Sən başın xarabdır Fərid. Ziyadan qisas almağımız üçün son şansımızdır bu bizim. Siz də burada qalın, bizə kömək eləyin. Nə deyirsən ağası? Deyirsən indi əməyə qarşı buna kömək eləyəm? Mən öz atama qarşı eləyə bilirəmsə,
sən də öz əmivə qarşı eləyə bilərsən. Eşidirsən mi? Mənim eşitdiyim icmədi. Mən bu p***ləri öldürüb Aysel'in qisasını alacağım. Ondan sonra da başım dinc, gelip sırakıma oturacağım. Siz bizə kömək eləyin. Mən sənin yerivə gəlib oturaram sıraqda. Qafar, Aysel'in ölümündə bir dənə bu oğraşın əli yoxdur. Ziya da günahkardır. Ondan da qisas almaq lazımdır. Sizi beni tez hastahaneye çatın. Bitir. Bitir. Ölüme emanet olsun. Hemen. Sana demiştim, sen beni öldüreceğim. Demiştim. Siz gedin. Mənim bitirməli olduğum iş var. Fərid, dur gedək, dur.
Tacirlərin gizli bazasında baş verən müəmmalı atışmada 7 nəfər həyatını itirib. Silahlı insidentin hansı səbəb və ya səbəblərdən baş verdiyi araşdırılır. Hadisə ilə bağlı şübhəli bilinən bir nəfər saxlanılıb. Baş narkotiklərlə mübarizə idarəsinin keçirdiyi əməliyyatlar zamanı həmin şəxslərdən 40 kiloqram narkotik... Bu da belə getdi. Kim? O, Bəxtiyar var idi. Heroin və metamfetamindir. İstintaqın gedişində məlum olub ki, həmin vasitələri ölkəyə qaçaqmal yolu ilə satmaq üçün gətiriblər. İnşallah. Həyat bir gün gələn, bir gün gedir. Allah rəhmət eləsin. Axır gəldiniz olsun. Çox, keçin. Ya ver onu. Papağın bir nəfər dostu gəlməli idi. Dedi gedək onun qarşıya. Mənim də ürəyim sıxıldı, bura gəldim. Yavər də onu gəlsin. Molla gəlib də. Gəlib gəlməyinə. Prosta papa keçən dəfə ki mollanı bəyənməyib. Bu dəfə başqasını gətirsin. Atan da işi gücü qutarım da. Allah bir hansısa maymaq dostunu qarşılamağa gəlmir. Sağ olasın, sağ ol. Keç Süleyman, keç. Keçin uşaqlar, keçin. Keçin içəri, keç. Bunlar da mənim dostlarım. Onlara yol göstərməyə ehtiyac yox. Mənə rəhmət. Sənin işlər necə? Elə də həmişə kimi.
Sən nə edirsən lan burada? Hava yaver gözləyir də, gələ mən də orada olurum. Bir dəfə də sözə qulaq as da. Deməmişəm göz qardaşımın yanına camaat çatır. Fərqi nədir? O gözlədi, mən gözlədim. Bir stəkan çay içim gedərəm. Nə çayına, get tez ol. Yaxşı, camaat var, qışqırma gedirəm. Övlad məsuliyyət. Övlad Bəzən baxırsan ki, valideyn öz məsuliyyətini anlamadan övladından və yaxud da baxırsan ki, valideyn yaşamadığı xoşbəxtliyin acısını öz övladından. Bayaq tərbiyədən danış. Sözümün əvvəlində də dedim ki, hər şeyin təməlində sevgidir. Axı sevgi bizə Allahdan verilmiş ən gözəl neymətdir. Övladımızı sevir. Sevmək tərbiyənin ən vacibi. Övladlarımıza sevmək öyrənir. Qoy onlar bu həyatda hər əməllərini sevərək. Tərbiyənin ikinci ən vacib nöqtəsi inanmır. Baziya, İnanmaq eşitdim servisi etibar satmısan. Hə, süründürürdü. Nə oldu bəs fikri dəyişdi? Axı Allaha da olan sevgi Yorulmuşum. inanmaq İşləyəm. Sən öz övladıma inanmasan, güvənməsən, elə o sənin düşündüyün kimi bir övlad olur. Deyəcəksən bu uşaq yalancıdır, gəlirsən. Deyəcəksən bu uşaq axmaqdır, elə axmaq Amma sən ona inansan, güvənsən, o uşaq xeyirli olur. Bəzən kimsə intihar eləyir. Biz nə deyirik onda? Deyirik ki, filankə sözünü öldürdü. Amma insanlar özlərini öldürmür. Onları, yaxınları, ətrafdakı dostları və hətta deyərdim ki, öz doğmaları öldürür. Elə Aysel qızımızın da boğazına ilk dəfə kəndiri öz doğma atası keçirmişdi. Bəli, hamımızın tanıdığı o qeyrətli kişi, nəslin fəxri Ziya, öz qızının intihardakı ən böyük günahkarı. Rafik! Ferit! Rədd edin bu kişiyi buradan! Aramızda mənə inanmayanlar ola bilər. Onda gəlin bir yerdə qulaq asaq. Mən də əlacısız qalıb. Anamın xəstəliyindən danışdım. Kömək istədim. Çəməndə qalx. Niyə? Bir stəkan çay içər. Yağın Ahmetacığım. Yəqin sənə olan münasibətimi hiss eləmirsən də. Mən xeyriyyətçi deyiləm. Amma sevdiyim insanlar xeyirxahlıq eləyə bilərəm. Get bu barədə düşün.
Sonra oturub müzakirə eləyərik. Ne işin var burada? Ne olub sana? Skor çağırım. Emin intihar elədi. Geç sen. Geç ben gelirim. De görüm ne olub? Ben Mətləb müəllimgilin evinə getmişdim. Niye? Oradan çıxanda Rauf qapıda məni gözləyirdi. Emirdən SMS gəldi. Yazmışdı ki, gəlməydim evdən götürərsiniz. Biz Rauf'la tez getdik evlərinə. Qollarını kəsmişdim. İntihar eləmişdi. Rauf tez getdi. Kimisə tapıb gətirdi. Eminə apardılar xəstəxanaya. Mən də bilmədim hara gedim, bura gəldim. Ay ne danışırsan sen? Hansı xəstəxanaya getdilər? Bilmirəm. Gözde gel. Sesimi çıkardım. Sesimi çıkardım. Geç içeri gel. Geç içeri, sesini çıkartma. Geç, sakit dur orada. Geç. Kapını da ört. Bağla. Niye açmırsan? Kim sen? Sual vermeye cevap ver. Kapını niye açmırdın? Hamamdaydım. İçeride kim var? Hiç kim? Ne inirsen? Çık evimden. Kime gizlenirsin? Çık deyirəm sənə. Heç nəyin lazım deyil mənə. Çıx, get. İçeridedir. Nermin.
Bağışla. Şüphelendim. Çok güzelsin. Bugüne kadar hiçbir kadın bana yok diye bilmiyor. Ben kadın değilim, senin kızın yaştayam. Benim kadınım olarsın. İstemezsen ona yaşasın. Elimi çek eline. Sana ayrı ve yaxşılıq eləyən adama yaxdın mı? Ayıbdır. Dokunma, istemiyorum. Olmaz. Anana yazığın gəlsin. Dokunma deyirəm sana. Ben görürüm bunu. İstəyərsən. Elini. İstəyərsən. Sen dayanın mı? Eleme. Eleme. Bırak. Tut. Başa düşdünüz bu Ziya necə şərəfsizin biridir? Siz buna illərlə hörmət eləmişsiniz, kişi bilmişsiniz. Bu amma öz qızı yaşındakilərə meyl eləyən oğraşın biridir. Ziya əmi, ad günün mübarək. Adımı batırdığın gün də mübarək. Təzələ. Aysel məni gözləyir. İtiren adamlar bir daha hiç neden korkmadılar. Oynadılar olarının uşaq kimi oynadılar. Koymadılar onlar sevmeye, niye koymadılar? İtiren adamlar bir daha hiç neden korkmadılar. Oynadılar onlarla uşak gibi oynadılar. Koymadılar onlar sevmeye, niye koymadılar? Derdler çektim ben. Özümü aldatıp attım aşağı mehşer haddinden. Bir gece sustum durdum arzularım kimi yükseklilerde. Feleğin çerkini dönderseydim yəqin kırılar bəxtimdən. Bugün de ruhsuzam, gelme üstüme sen. Ölüler diyarında belki üzümü güldüresen. Bulutlar aciz olup yağışa dönen kimi göylerden yağarsan bir gecede üstüme sen. Ruhumuz qovuşanda yaşadım təzdən resmen her dəfə. Bir sigaret sessizlik sesler həsrət. Başlandık sondan sonra ben gelim ondan sonra. Birlikte bir de baxaq seninle təzdən resmen. Çünkü
hamıdan aldım qisas. Ana bax. Aysel. Ürəyimiz daşlandı, qırılmazdı bək biri. İcarəyə verilən xoşbəxtliyi rədd edirik. İçimizdə güşağı hər nə qədər öldürsək də, yalnız qaldıqda əl açıb Tanrıdan əfv diləyirik. O qədər qayğısız, sevgisiz böyüdükdə, doğmalar üçün yadlaşıb, yadlar üçün ailə olduq. Dəyər verdiyimiz adamları fikirli gördükdə, dərdlərimizi unudub, dərdlərinə çarə olduq. Göydələndən yıxılsam da yenidən qalxmalıyam. Ya gözümü açıb savaşmalı, ya da ki yatmalıyam. Mən azad olmaq istəyən gəncin qanadlarıyam. Ya ölümə məhkum bıraxmalı, ya əl uzatmalıyam. Məhəmməd ismini içimdən söküb atmalıyam. Şeytan aldatmamış, şeytan aldatmalıyam. Ölüm haqdırsa bir gün mən də tatmalıyam. Bəlkə də